Belə X5 F15 modeldir. Bizim yanımıza nə probleminə yaxınlaşıb? Evakuatoruna yaxınlaşıb demək, gəlib bizim yanımıza. Sökmüşük. Maşını YDM-dən, adı çəkməyəcəm YDM-in, həmin o YDM-dən polnu bak. Benzin vurub, qardaş. Bu maşın xodlamır. Deməli, buna bax. Yaxınlaş bura. Nasosun içində çıxan mayaya baxın. Düşür bu. Görürsünüz. Bundan əlavə olaraq, görsən buranı. Düşən mayaya bax. Görürsünüz, baxın. Göy rəhdə baxın, düşür. Görürsünüz. Avtomobildə nə qədər yanacaq var isə hamısını çəkmişik, hamısı eyni vəziyyətdə. Mənşə məlum olunmayan maddələr yanacaq içərisində. Nəticə etibarilə avtomobilin benzin nasos sistemi, paplovok sistemi sıradan çıxdı. Bir dəfəlik nasos işləmir və qardaş getdi təmiz orijinal. Nasos aldı gətirdi, paplovokla bir yerdə 1100 manat xeyirli olsun tək buna. Avtomobilin askı sistemini söktük. Bakı düşürtdük yerə. Benzin bakı, yanacaq çənin yerə düşürtdük və bütün detaylı formada təmizlədik. İndi hal-hazırdakı prosedurlar isə farsonkaların proseduru ki, təbii ki, farsonkalardır, rekadır, TM'dir. Bunların hamısı həmin bu mənşə məlum olmayan maddədən təmizlənməlidir ki, avtomobil xoda düşsün, işə salsın. Hələ çox şükür ki, mühərrik dağılmayıb. İndi inşallah ki, bütün bu prosedurları yerinə yetirəcəyik və avtomobil sahibinə təhvil verəcəyik. Hər YDM-dən yanacaq vurmayın və yanacaq da vuranda keyfiyyətli yanacaq çalışın vurun ki, sonradan belə bir fəsad törətməsin. Burada bir dənə də 60 kuzamız var. N54 mühərrik eyni ilə yenə qardaş yanacaqdan istifadə edib, yanacaq vurub və avtomobil sirkələndir. Pereboyd. Bağla getsin.